Dəyərli izləyicilər, son zamanlar tikinti şirkətlərindən narazı olan, pulunu verib evini ala bilməyən, illərlə məhkəmələrdə sürünən və ümumiyyətlə də belə deyək, bir evin bir neçə nəfərə satılması ilə müşayiət olunan bir çox şikayətlər var. Biz bu barədə dəfələrlə danışmışıq. Hətta ötən il bilirsiniz ki, Şərur MTK-nın rəhbəri Şərurlu İsfəndiyar Axundovun da efirimizə dəvət olunması zamanı bu mövzu əsas ana mövzuydu və o zaman da xeyli şikayətçilər məni tapmışdılar, yazmışdılar. Mənim evim əlimdən alınıb və yaxud da ki, evimin pulunu vermişəm, amma evim başqa adamlara satılıb, məhkəmələrdəyəm, illərdir deyən izləyicilərimiz var idi və Şərurlu İsfəndiyar onların bəzilərinə cavab verdi, bəzilərindən yayındı, amma problem təbii ki, həll olunmadı. Bugün də elə məhz bizim bu mövzunu işıqlandırmamıza görə, amma bunun həll olunmamasına görə bir vətəndaşımız, bir Azərbaycan vətəndaşı bizim studiyamızdadır. Güləliyev Qəşəm müəllim 2006-cı ildən etibarən Şərurlu İsfəndiyarla pulunu ödədiyi evi ala bilməməsi ucbatından məhkəmələrdə, danışıqlarda, hətta söz vermələrdə, vəd vermələrdədir ki, qarşı tərəf ona vəd verir, amma hələ də o evini ala bilmir. Və bizdən TV Müsavatdan imdad dilir ki, bizə yardım edin. Ən azından Şərurlu İsfəndiyar əminik ki, sizin efirinizi izləyir deyir. Və bu cür xeyli bizə müraciətlər olur ki, biz zaman-zaman bunu TV-də işıqlandırırıq. İndi qonağımız elə Qəşəm müəllimdir, Güləliyev Qəşəm və mən istəyirəm onun hekayəsini sizin nəzərinizə çatdırım. Bəlkə buradan digər tamaşaçılarımız da bu istiqamətdə zərər çəkənlər də məlumatları olsun. Onlar da müraciət eləsinlər Şərur MTK-ya. Eyni zamanda Şərur MTK-nın rəhbərliyi də baxsın, görsün ki, bu qədər insan niyə illərdir ki, zərər çəkmiş vəziyyətdədir. Qəşəm müəllim, xoş gəlmisiniz. Sağ olun. Sizinlə biz dəfələrlə söhbət eləmişik və siz hər zamanda elə Şərurlu İsfəndiyar bizim efirimizə qonaq gələndə də mənə yazmışdınız. Mən sizin şikayətinizi də ona səsləndirmişdim, amma söhbət necə belə qarışıqlıq oldusa, həmin o cavab belə deyək, adekvat şəkildə ala bilmədim. Əslində hekayə necə olub? Hər şey 2006-cı ildə başlayıb, deyilmi? 2006-cı ilin 11 dekabrında siz getmişsiniz Şərur MTK-dan 4 mənzil almışsınız. Bəli. Sonrası necə olub? 4 mənzil aldım 2006-cı ilin dekabr ayının 11-də. Bir müddət üstündən keçəndə, bir il üstündən keçəndən sonrasına dedilər ki, bəs yolda nümayişdir, Şərur İnşaata məxsus olan binanın sakinləri demək narazılıqla yollara çıxıblar. Mən də getdim ora, gördüm ki, vəziyyət çox pisdir. Niyə etiraz edirdilər? Ona görə ki, tikinti dayanmışdı həmin bir il müddətində. Siz hələ tikilməmiş, hazır olmamış evlərin pulunu vermişdiniz. Bəli, mən bünövrədən evlərin pulunu vermişdim. 4 evin pulunu vermişdim, $218.000. Nəysə narazılığı gördüm ki, burada adam çoxdur. Özümə yəni sıxışdırmadım ki, bu küçə söyüşləri ilə falanla orada hərəkətlər olurdu, getmədim. Getdim Şərur İnşaatın demək İsfəndiyarın yanına, demək gördüm ki, burada girmək mümkün deyil. O vaxt bizim rayonda icra hakimiyyətinin başçısı var idi, Vaqif Hüseynov. Hansı rayon? Saatlı? Saatlı rayonu. O müavininə tapşırdı, bildi vəziyyəti. Müavininə tapşırdı, bunun qardaşına zəng çaldı ki, gedin, bu insanlar bu hakimiyyətin adamıdır, dövlət adamıdır. Bunlar narazılıq yaradan adamlar deyilər. Mən də uzun müddəti Yeni Azərbaycan Partiyasının üzvüyəm. Demək, o müavinin göndərdiyi Zülfü Əliyevi. Göndərdi ki, gedin. Demək, Zülfü Əliyev oldu, icra hakimiyyətinin müavini. Mən oldum, bir də bunun Ağalı adında qardaşı vardı. Girdik içəri, bu ilə söhbət elədik, dedi, narahat olmayın, mən sənə pulu verəcəm. Bu 3 nəfərin yanında oldu. Sonra bu mənə başqa... 2007-ci ildə, bəli. Bir müddət üstündən keçdi, getdim, gəldim, gördüm ki, yox, bu pul verən oxşamır. Mənə başqa sənədlər verdi. Demək, başqa obyektindən mənə 131 kvadrat yer verdi ki, qeyri-yaşayış sahəsi. Bəs bunu satıb pulu götürərsən, heç olmasa. Bu sənədi də bir neçə dəfə apardım, gördüm ki, burada bir 50.000 də heç gedməz. Bu $218.000 qabağında bu 50.000 də gedməz. Demək, gəldim, sənədləri qaytardım buna. Bu müddət ərzində bu sənədi 2 dəfə dəyişdi, başqa adamların imzası ilə. Nəhayət son nəticədə getdim bunun yanına ki, bəs sən mənə söz vermirsən filan kəslərin yanında. Razılaşdıq, bir dənə evi mənə verdi, performat elədi orada. Ki, başqa adama satdım, çünki banyo ilə əlaqəli işim var idi. Nə qədərə satdınız o evi? 85.000 manata. 85.000 manata, haradasa 5-6 il bundan qabaq. Sonra söz verdilər ki, bəs özdə əsasən bunun söz verəni Şahbaz adında yuristi var, o idi. Hüquqşünası. Gözlədim, nəsə heç bir nəticə olmadı. Bu ev nə vaxt satılıb bəs? Hansı ev? Bu 85 minlik.
Hardasa bir 6 il olar, 7 il olar. 6 ildən sonra heç bir Heç şey. heç Sonra bir şey mən gəlmədi. nəhayət məcbur oldum, götürdüm, verdim məhkəməyə. Xətai rayon məhkəməsi hökm çıxartdı ki, bəs mənim qalan pulum ödənilsin də 3 mənzilin pulu ödənilsin, 155 min dollardır. Dollarla da ödəmişdim pulu. Məhkəmənin qərarına baxmayaraq bu günə kimi hara müraciət eləsəm də bircə kəlmə o şündə bizim orada hansı ki bunun yanına gedən vəkilimiz vardı, deyib ki, mən heç kimi tanımıram, mən bu pulu vermirəm, kəsəsi. Verməmək də bu deməkdir ki, məhkəmə özündən qərar vermir, dövlət adından qərar verir. Dövlət adından verilən qərarda dövlətin də sahibi möhtərəm prezidentimizdir. Yəni bu sözlə demək istəyir ki, mən bu dövləti tanımıram. Mən belə təsəvvür edirəm. Mən də dövlətimə arxayınam və sizə arxayınam. Dövlətimə də müraciət eləmişəm, sizə də müraciət edirəm. Sonuncu danışığınız nə zaman olub onunla, ən axırıncı? Axırıncı danışığa gedmir, heç bir danışığa. Yanına ancaq orada demək vəkillər gedib, başqa işçilər gedib, mən getmirəm doğru. Amma sizin adınıza, sizin aldığınız evlərdə başqaları yaşayırlar hal-hazırda. Əlbəttə, başqaları yaşayır. Məhkəmələrdə də o üzə çıxıb. Bəli. Mən Binövrədən almışdım evi. O evi mən istəsəydim əgər, Binövrədən birinci kim alıbsa ona qismə. Mən getdim hakimlə birlikdə baxış keçirdəndə gördüm həmin evlərdə yaşlılar var, körpə uşaqlar var. Mən humanistik elədim, dedim ki, Licbi mən bundan qutarım da. Gedib başqa yerdən. İndi bu günləri kəsilən pul o vaxtda verir ki, 3 evin puludursa, bu günləri həmin pula bir ev edir. Lakin bu evdən də imtina edir, buradan da imtina edir. Ona görə mən müraciət elədim. Sözsüz ki, sizə də müraciət eləmişəm, dövlətimə də müraciət eləmişəm. Mən dövlətimə arxayın olan bir insanam. Amma məhkəmə qərarı varsa əlinizdə, bütün hallarda məhkəmə qərarına nəzarət icrası orqanında var da, yəni o qərarın həyata keçirilməsi üçün növbəti addımlar üçün nə etmisiniz? Çox şeylər eləmişəm. Dövlət qurumlarının əksəriyyətinə müraciət eləmişəm. Bu icraçılar da gedir, icraçılar da çox sağ olsun, çox necə lazımsa dövlət adından iştirak edirlər. Lakin bunlar heç kimi saymırlar. Bunlar deyəndə yəni bu şəxsən özü heç kimi saymır. Yəni gələnləri hansı formada qovulmu, vermirəmmi deyir? Mən məhkəmə qərarı tanımıram. Tanımıram. Bəli. Əsas söhbəti budur. Və bu proses artıq 20 ildir davam edir. İnsan ömrünün 20 ili, hə? Bəli. Və siz mən biləm buna görə bir dəfə də bizə müraciət eləmişdiniz ki, mən xəstəlik tapmışam buna görə, ürəyim xəstələnir, bir çox xəstəliklərim var. Və bu məsələ ilə bağlı vəkiliniz, ən azından Şərur MTK-nın vəkilindən danışmaq, müzakirə eləmək, məsələləri çözmək istəyirmi? Yəni vəkillər vasitəsilə olub. Mən özüm çox danışmışam onun vəkili ilə. Çox söhbət eləmişəm. Elə bir vəkil nə deyir? O da Şərur İsfəndiyarın dili ilə vəkil əvvəl dedi ki, Şərur İsfəndiyar söz veribdi, sən haqq hesabı ödəyəcəksən. Vəkilin adı Şahbazdır. İndi o şimdi aramız yoxdur. Yəni söz verdi, mənə Allah da bütün sənədləri o şimdi verdim buna. Verəndən sonrasına indi bəzi vaxtı telefonuma da cavab vermir. Ona görə heç danışmaq da istəmirəm. Çünki o əvvəl dedi ki, İsfəndiyar o şimdi yəni sənlə razılaşacaq. Belə məhkəmən də yanında o sözü demişdi. Amma heç cürə razılaşmağa gəlmir. 20-ci ildir. Mən bundan sonra nə qədər yaşamalıyam ki, mən bu evi alıb onun içərisində yaşamalıyım. 20 ildir küçələrdəyəm. Mən hər yerdə demişəm, mən dövlətimi sevən adamam. Saatlı rayonunda bu günlərdə zəng çalsalar, kimdən soruşsalar, yəni mənim nəslimdə, kökümdə hamı bu dövlətin qorunmasında, bu dövlətə qarşı o şunda çıxanlara qarşı mübarizə aparır. Dövləti sevən nəsil üçün, dövləti sevən ailə üçün belə fikirləşirəm. Amma indi dövlət inşallah ki, sizin də köməkliklə eşidəcək, yağın ki, o şunun köməkliyi yox. Sağ-azda siz küçələrdə qalmışam. Yəni yaşadığınız bir yer yoxdur mu? Eviniz yoxdur mu? Yox, sənədsiz bir evdə faktı yaşayıram. Oğluma aiddir, sənədsizdir. Orada yaşayıram. Müvəqqəti sayılır, doğru, eviniz sayılmır. Onda elə buradan kamera vasitəsilə hesab edin ki, Şərur İsfəndiyar qarşınızda ona nə demək istəyərdiniz? Nə deyirəm, mən onu deməm, mən heç kimlə düşman olmaq istəmirəm. Mən əlimdə bütün sənədlər əlimdədir. Əlavə sənədlərim də var. Heç üzə çıxarmıram ki, mən mərdimazarlıq eləmirəm, mənim heç kəsən. Mənim verdikim pulu qaytarsın. Mən ona başqa şey tələb eləmirəm ki. Eşitsin də, onun da evlatları var. Mənə niyə görə mənim var dövlətimi əlimdən alıb ona buna pay verir? Mənim pulumdan başqalarına pay verir. Niyə mənim borcumu qaytarmır? Səbəbi nədir bilmirəm.
Mən bunu xahiş edirəm ki, mənim pulumu qaytarsın. Mənim heç kimlə işim yoxdur. Əbədi də olmayıb işim. Heç kimlə əbədi işim yoxdur. Heç kimlə düşmançılığım yoxdur. İspendiyar niyə görə mən var dövlətimi əlimdən alıb mənlə düşmançılıq eləmək istəyir? Bax bunu bilmək istəyirəm. Mən də arxayınam dövlətimə. İnşallah ki, dövlətim bu barədə lazımi tədbir görəcək sizin köməyinizlə. Təşəkkür edirəm. Biz də buradan müraciət edirik. Həm Şərur MTK-nın rəhbərliyinə, vəkillərinə, digər müvafiq qurumlarına, elə Şərurlu İsfəndiyarda. Çünki hər zaman dedi ki, mənim heç kəslə bir mübahisəm yoxdur, amma demək Qəşəm müəllim aylardır bizimlə əlaqədədir, zəng edir, müraciət edir. Mən də artıq utanıram, onun işi həll olunmadığı üçün ən azından. Və buradan elə biz də müraciət edirik ki, yəni Qəşəm müəllim o şikayətçilərdən sadəcə biridir. Həll olunsun məsələ, problem yekunlaşsın. Çox maraqlı bir cümlə səsləndirdi ki, mənim artıq 70-dən çox yaşım var, mən daha neçə il məhkəmələrdə qalmalıyam, mənim nə qədər ömrüm var ki, mən yenə də evimin və pulumun dalınca qaçım Şərurlu İsfəndiyarın arxasınca. Ümid edirik Şərur MTK-ya da buradan müraciət edirik. Öz mövqelərini də bildirə bilərlər bu məsələ ilə bağlı. Demək, təbii ki, şikayətçini güllələyib, Qəşəmi də qəbul edib bu məsələni də həll edə bilərlər. Ümid edirik ki, məsələ haqq, ədalət çərçivəsində həll olunacaq, dəyərli izləyicilər.